Nə oruc müqəddəsdir, nə də İslam bağışlayandır. News 24 xəbər verir ki, bu sözləri sosial media hesabında paylaşdığı videoda psixoloq Şəfəq Qədirli deyib. Sözü gedən videonu təqdim edirik. 14 yaşında yeniyetmə gənc oruç tutub, axşamısı balkondan yıxılıb, dünyasını dəyişib. Əvvəla atasına, amasına Allah rəhmət eləsin deyirəm, səbirlərini versin deyirəm. Baxın, postun altındakı şərhlərə baxdım. Şərhlərdə yazılmışdı ki, cənnət mələyi oldu. Gör nə gözəl gündə dünyasını dəyişdi. Yəni, dini qorxu bu insanların məntiqini o qədər kor eləyibmi? Yəni, ölkədə bu qədər həkim var. Bir həkim belə bir rəy yazmayıb ki, o uşaq yeniyetmədir, onun orqanizmi yetkin insanların orqanizmindən 2-3 dəfə sürətli işləyir, metabolizması sürətlidir və ona düzgün qidalanma lazımdır. Yəni, normal insanların qəbul etdiyi qida ilə onun qəbul etməli olduğu qida arasında fərq var. Və uşaq böyük ehtimal, indi həkimlər buna əgər cəsarət etsələr, açıqlama verərlər ki, böyük ehtimal ki, uşağın gözü qaralıb və müvazinətini itirib, yıxılıb. Danışmaq belə ağırdır. Hər birimiz övlad böyüdürük və bu cür mexaniki səhvlərin ucbatından böyüklüyün uşağı itirmək dəhşətlidir. Və bu bir daha sübut etdi ki, nə oruc müqəddəsdir, nə oruc sağlamlıqdır, nə İslam dini mərhəmətlidir, nə İslam dini bağışlayandır.